Salam, bugün sizə riyaziyyatın nə qədər abstrakt və xəyali bir fən olduğunu və riyaziyyatçıların nə qədər abstrakt şeylər üzərine araşdırmalar apardığını göstərəcəm. Bunun üçün biz bir fiquru, riyazi fiquru və bu riyazi fiqurdan alınan bir paradoksu ələ alacağıq. Deməli, 1641-ci ildə Evangelista Torricelli 1/x funksiyasını araşdırarkən o x oxu ətrafında bu funksiyanı çevirir və bu çevrilmə nəticəsində bir fiqur alır. Biz bu fiqura Torricelli borsusu adlandırırıq. Torricelli borsusunun çox maraqlı bir xüsusiyyəti vardır. Onun səthinin sahəsi sonsuz olsa da, fəzada tutduğu həcm sonludur. Bu riyazi fiqura bəzən Cəbrailin borsu da deyirlər. Bunun səbəbi İncildə belə bir rivayət var ki, qiyamət günü Mələk Cəbrail bu boruyu üfləyəcək və bununla bərabər bütün ölüləri dirildərək əbədiyyətə qovuşduracaq. Eynən bu fiqurun xassəsi kimi. İndi gəlin bu fiqurun həcmini və səthinin sahəsini özümüz hesablayaq. Gəlin əvvəlcə Torricelli borsunun həcmini hesablayaq. Bunun üçün biz borunu dx qalınlıqlı disklərə deməli dilimləyəcəyik və bu disklərin həcmini hesablayıb hamısını topladıqda artıq bizə ümumi həcmi vermiş olacaq. Deməli, funksiyamız demişdi fx bərabərdir 1 bölünsün x, x böyükdür bərabərdir 1-dən. Bu zaman dx qalınlıqlı deməli diskin birinin həcmi dv bərabərdir pi vurulsun fx kvadrat düsturu ilə hesablanır. Onda integral altına keçdikdə ümumi həcm v bərabərdir pi 1-dən sonsuzluğa 1 bölünsün x kvadratı dx bərabərdir. Belə tapmış olduq ki, Torricelli borsunun həcmi pi kub vahiddir. İndi gəlin səthin sahəsini hesablayaq. Filan ismin səthinin sahəsi bu düsturla hesablanır. Burada fx bizim 1 bölü x-dir demişdik və x böyükdür bərabərdir 1 demişdik. Burada bu hissənin integralını almaq çox çətin olduğundan bu ifadəni biz əvəz eləyək bir ifadə ilə, başqa bir ifadə ilə. Burada x üstü 4 1-dən böyük və yaxud 1-ə bərabər olduğundan bu hissə müsbət, çox kiçik də olsa müsbət bir hissə verəcək və 1 plus çox kiçik bir hissənin kökündən biz 1-dən böyük bir ədəd alacağıq. Yəni bu 1 bölünsün x-dən daha böyükdür deyə bilərik. Bu halda bizim sahəmiz daha böyük olacaq. Və beləliklə aydın etmiş olduq ki, bizim sahəmiz sonsuzluqdan böyük olduğundan elə sonsuzluqdur. Göründüyü kimi biz hesablayaraq ispat etdik ki, bu fiqurun səthinin sahəsi sonsuz, ancaq onun fəzada tutduğu həcm pi kub vahid qədərdir. Yəni biz bu borunun içərisində pi kub vahid qədər boya töksək, onu tamamilə doldurmuş olarıq. Və aydındır ki, bir fiqurun içərisinə boya tökdükdə və onu tamamilə doldurduqda onun iç səthinin sahəsi tamamilə boyanmış olar. Ancaq biz hesablamada almışdıq ki, onun səthinin sahəsi sonsuzdur və bizə onun səthini tamamilə boyamaq üçün sonsuz sayda boya lazımdır. Burada da bir paradoks yaranır. Bəs bu paradoksun həlli nədir? Həlli odur ki, riyaziyyat çox abstrakt bir fəndir, çox xəyalidir. Əslində boya fiziki olaraq baxsaq, müəyyən bir molekullardan ibarətdir və bu molekulların fəzada tutduğu bir həcm vardır. Biz əgər bu borunun uç hissəsinə yaxınlaşsaq, orada molekulların həcmindən daha kiçik bir hissə taparıq və bu daha kiçik hissədə artıq biz boyama anlayışından istifadə edə bilmərik.